Herkese salam kanalına hoş gelmişsiniz. Bugün sizlerle Azerbaycan dili 1. sınıf dersini işləyirik. Nağıllar alemində suallar cavab verməklə şəkillər üzrə danışır. Sizcə bu mətn haqqında danışılacaq? Səkilə xalça, 7 cücələr, tilki və leylək haqqında danışılacaq. Şəkillərdə hansı obrazları tanıyırsınız dedik. Hansı nağılları oxumuşsunuz? 7 cücələr, sehirli xalça və tilki və leylək. Sevimli nağıl qəhrəmanınız kimdir? Pamuk Prensesi. Onun haqqında danışın. Pamuk Prenses meşədə yaşayan sakin və gözəl qızı. Onun 7 cücələri var. Onunla meşədə rastlaşır və onları çox istəyir. Bir gün bir cadı gəlib ona alma verir. Almanı yeyən Pamuk Prenses gelir yatmağa. 7 cücələr isə cadıya güvənmir. Onu qoymur. Sonra 7 cücələr kömək edir. Prensi götürür. Prens Pamuk Prensesi oyandırır. Şəkil əsasında kitabxana haqqında danışın. Deməli, nağıllar, dünya və mən, şeirlər və s. var. Kitabxanada bir çox kitab. Bu kitablar aləmində nağıllar, şeirlər, hekayələr və digər kitablar vardır. Bəzən biz oradan şeir nümunələri alırıq. Bəzən isə müxtəlif və gözəl olan nağıllar alırıq. Nağıl kitabları necə yaranır? Mətni oxuyun və bu suala cavab verin. Uşaqlar, siz mətni oxuyub bu suala cavab verərsiniz. Mətn aşağı fikirlər, təsdiq edən cümlələr seçin. Keçmişdə uşaqlar üçün nağıl kitabları az idi. Nağıllar qocalarda eşitdikdən nağıl kitabları hazırlayır. Əvvəllər şagirdlər dərs oxuyub, müəllimlər isə, yəni müəllim isə qocalardan eşitdikləri nağıllardan bir kitab hazırlayıb. Şərtdə aid cümlələri qurub yazın. Əsas sözlərdən istifadə edin. Əsas sözlər: cırtdan, nənə, dostlar, meşə, odun, icazə vermək, icazə istəmək, yağ, çörək, torba, getmək. Faydalı məsləhət: nağılı necə danışırlar? Adətən başlı. Biri var idi, biri yox idi. Ortada günlərin bir günü nağıl son satanda deyilə göydən çalma düşdü, biri mənim, biri özümün, bir də nağıl söylənir. Uşaqlar, 2A və B yox C. Tamamen siz özünüz etməlisiniz. Çünki bu qaydanı siz öyrənib siz əməl etməlisiniz. Videoma like atıb abunə olmayı unutmayın.